اللهم صل على محمد وعلى محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للمتقين، ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. اللهم صل على محمد وعلى محمد. صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم رب النور العظيم ورب الكرسي الرفيع ورب البحر المسجور ومنزل التوراة والإنجيل والزبور ورب الظل والحرور ومنزل الفرقان العظيم ورب الملائكة المقربين والأنبياء والمرسلين. Bəhsimiz əhd duasında birinci fəqərədə Xudavənd Mütəal İmam Sadiq əleyhissalamın adı ilə, ağanın dili ilə 12-ci İmam Zaman ağanın haqqında bir dua buyurur və bizə də tövsiyə budur ki, bu duanı tez-tez deyək. İnsanlara da aşılamaq lazımdır bu duanı. Bu duanı tövsiyə eləmək lazımdır. Həm özümüz oxumalıyıq, sübh vaxtı oxuya bildin, oxuya bilmədin axşama qədər. Yəni bu dua tək əhd duası yazılmayıb ki, bunu elə sübh namazında oxuyarlar. Haçan oxuya bildin, oxu. Sübh namazında həvəsin olmadı, nə olar? Olmadı. İnsanın hər dəfə halı olmaya bilər. Düzdür, o yazılıb 40 gün sübh namazından sonra oxunsa, İmam Zaman ağa ilə görüşər. Birdən ölsə, ağa zuhur etməsə, dirilər, gələr, görər. O sübh namazı üçün qeyd olunub. Amma ağa ilə rabitədir və ağa ilə rabitəni insan günorta da eləyər, axşam da eləyər, hər vaxt eləyər. Ona görə də uzaq düşməyək əhd duasından, uzaq düşməyək və adı da üstündədir, əhd. Əhd yəni beyət. İmam Zaman ağa ilə beyət. Bugün bizim zamanənin imamımız var və onu ilə rabitə və əlaqəyə girməliyik. Sağdır, diridir, mövcuddur, mövuddur, içimizdədir. Ona görə də bütün işlərimizi onu ilə həll eləməliyik. Mən demirəm Əmir əl-Mömininin adını çəkməyək, İmam Həsən ağa, İmam yox. Onlar öz, belə deyək də, imamətlərini öz zamanələrində nə ediblər? Keçirdiblər. Bəzi cümlələr var, imamlar haqqında işlədəndə insanlar bitər baxırlar ki, yəni bu nədir? Biz bilirik ki, vilayət məsələsi, yəni imamət məsələsi belədir ki, vilayətdə, imamətdə iki imam eyni zamanda olmaz. Vücudi olar, amma imamətligi olmaz. Yəni vücudi olanın mənası bu idi ki, Ağa Rasulullah sağ idi, Əmir əl-Möminin sağ idi, İmam Həsən sağ idi, İmam Hüseyin sağ idi. Bunlar dördü də sağ idilər. Dördü də imam olacaqlar. Nə dördü də imamdır hal-hazırda? Bu cür deyil. Vücudi baxımından, fiziki baxımından bir yerdə, bir zamanda ola bilərlər. Amma iki imam eyni zamanda mümkün deyil. Yəni həm Ağa Rasulullah imamdır, həm Əmir əl-Möminin imamdır ki, olmaz belə. Bu cür olmur. Aydındır? Biz 12 imamlıyıq. 12 imamı biz qəbul eləmişik. Bu günləri hər imam ki öz dövrünü yaşayıb belə deyək, bugün İmam Zaman ağanın dövrüdür. 1100 ildir təqribən İmam Zaman ağanın dövrüdür. Həzrəti Höccət ibn Həsən Əcəlallahu Teala Fərəcəhu Şərifin dövrüdür və insan zamanə imamı ilə nəfəs alar, nəfəs çəkər, bütün işlərini zamanə imamı ilə istəyər, onu ilə
belə deyək, yaxınlaşar, onu ilə əlaqə və rabitəyə girər. İndi qeybətdə olmasaydı, oturardı bir yerdə, məsələn, idarə edərdi Kufə məscidindən, evi də olardı Səhlə məscidi. İdarə vaxtı gələrdik biz də Kufə məscidinə, ağaya deyərdik, ağa dərdimiz var filan, ağa da bizə deyərdi. Ya iş bağlanardı, misalınız axşam saat 6-dan 8-dən sonra ağa gedirdi evinə, Səhlə məscidinə, gedərdik evinə. Deyərdi ki, ağacan qəbul elə bizi, dərdimiz var, sərimiz var. İndiki də qeybət dövrüdür. Biz indi pərdənin dalına deyirik. Pərdənin dalından ağa ilə rabitə saxlayırıq ki, ağa dərdimiz var, sərimiz var, çətinliyimiz var, müşkülümüz var. Bu mənada. Bəs mühümdir əhd duası. Mühümdir. Xudavənd mütəal tövfiq versin. Biz əgər izahını bilsək, biraz da daha çox yaxınlaşa bilərik. Belə deyək, İmam Zaman ağaya bu duanın vasitəsilə. Yetişdik duanın bu yerinə və munzilə Tevrat və İncil və Zabur. O birisi hissələrin hamısında bir-bir ərz elədi ki, məsələn, zillidir, hərurdir, məscurdur və s. Bunlar hamısı nədir? İmam Zaman ağanın adıdır, ağanın əsmasıdır və ağaya işarədir. Bu yerdə deyir ki, və munzilə Tevrat və İncil və Zabur 3 kitabın adını bir-birinin yanında çəkir. Yəni Allah o Allahdır ki, inzal edib, göndərib 3 kitab. Tevratı, Zaburi və İncili. Zaman baxımından da ardıcıllıq elə belədir. Birinci kitab Hz. Musadır. İkinci kitab Hz. Musadan sonra Zaburdur. Zaburdan sonra İncildir. Bu 3 kitab ardıcıl bu cür nazil olub. Varəbbə zilli vəl hərur. Da onların üstündə deyəmirəm. Kitablardır, məlumdur, Allahın kitablarıdır. Adını da bilirik, inanırıq, əqidəmiz var ki, Allahdan 4 kitab gəlib. Kitab olaraq 3 kitab. Zaburda kitab kimi gəlib, amma nədir? Şeir, belə deyək, kitabıdır. Həzrəti Davud əleyhissalam onu nə edirdi? Oxuyurdu. Hətta deyir, İncili, üzr istəyirəm, Zaburu oxuyanda Həzrəti Davud quşlar dayanırdılar, qulaq asırdılar. Yəni Həzrəti Davudun ləhni və səsi bütün o oxuyan quşların səsin belə nədir keçmişdi. Onlar qəribə bir səs eşidirdilər. Öz səslərindən də daha üstün bir səs duyurdular və dayanıb qulaq asırdılar. Bizim ustadlardan biri, bir nəfərin adını çəkirdi, mən adını çəkmirəm. Ki o da Rozaxan idi, İmam Hüseyn əleyhissalamın məclislərində oxuyurdu, Allah rəhmət eləsin. Deyirlər ki, deyir biz bir yerdə idik, meşəyə getmişdik dincəlməyə, elə özümüz 15-20 nəfər. Orada xahiş elədik bundan ki, bir İmam Hüseyn ağadan oxu bir şey. Bizim ustad deyirdi ki, deyir, biz gördük meşədə bülbüllər. Deyir, gördük. Əvvəlcə bülbüllər oxuyurdular, biz ilə bir yerdə idik. Əgər bu ki başladı rozaya, biz gördük ki, bülbüllər dayandı. Deyir, biz onu gördük. Hələ bu. Göründü Həzrəti Davud kimdir? Məsum olasan, peyğəmbər olasan və elə bir avaz ola ki, quşlar dayanıb qulaq asırdı. Sonra da İncil. Bilirsiniz ki, kitablar Qurandan başqa. Bütün kitablar bütöv gəlib. Məsələn deyək, Tevrat, məsəl üçün 1000 səhifədən ibarətdirsə, elə bütöv o cür gəlib. Zabur da o cür, İncil də bütöv kitab şəklində gəlib. Yəni xırda-xırda gəlib, sonra kitab şəklində salınıb deyil. Bütöv kitab gəlib. Yəhudilər müsəlmanlara Rəsulullahın dövründə deyirdilər ki, sizin dediyiniz peyğəmbər deyil. Peyğəmbər olsaydı, kitab şəklində gələrdi. Oradan bəllidir ki, o kitab gəlib. Xudavənd mütəal peyğəmbərə buyurur ki, müsəlmanlara cavab verin də olaraq. Deyin ki, kitab şəklində gəlsəydi inkar edəcəydiniz. 3 peyğəmbəri 3 kitab şəklində gəlib, inkar eləmisiniz? Deyirsiniz ki, peyğəmbər olsaydınız hissə gələrdi.
İndi hissə gəlir. Deyirsiniz peyğəmbər olsaydı kitab şəklində gələrdi. Onsuz da elə bu sizin heysiyyətiniz eynidir. Sizin içiniz eynidir. Sizin içinizdə inkar etmə, belə deyək, inkar etmə tərəfi siz nə etmisiniz? Puxtələşdirmisiniz. Onun üstündə işləmisiniz, belə deyək. İnsan təvazunun üstündə işləyər. İnsan təvazökar olar. Təvazökar olar və indi bu misalı belətdə deyir ki, alma ağacı bar verir, başını aşağı salır. Amma o qoza ağacları nədir? Gedir elə hey gedir. Şam ağacları filan deyil, gedir. Neyi var ki onun? Heç neyi. Deyirlər, başqa indi ölkələr var ki, orada şam ağacları 70 metr, 100 metr, 120 metr, 130 metr. Deyirlər, görmüşük. 130 metr şam ağacı. Təsəvvür elə dayanıb gedir. Amma heç bir mənfəəti meyvə baxımından yoxdur. Belə toz təmizləyəndir. Amma alma ağacı o qədər getməz. Çünki budaqları nazikdir. İnsanlar onu əl çatmaz, onu dərsinlər, yesinlər. O qədər qalxar ki, rahat olsun. İnsanlar rahat götürsünlər, məndən istifadə eləsinlər. Biz də sındırarıq qolunu, budağını. Bir alma yeyəcəyik, 50 dənə almanı çırparıq, tökərik, tapdalayarıq. Bu insandır. İnsan onun qədrini bilməz. Nəsə, Xudavənd Mütəal buyurur ki, biz, yəni mən Allah Tevratı, Zəburi, İncili göndərən Allaham. Və Rəbbə zilli vəl hərur. Quranla bu üç kitabın arasına İmam Sadiq əleyhissalam bir fasilə atır. Quranı ayırır elə bil. Elə bil yox, ayırır. İndi burada bir münasibətlər var da, yəqin ki, İmam Sadiq əleyhissalam ortaya fasilə atır və Quranı orada demir. Əslində belədir də. Və munzilə Tevrat vəl İncil və Zəbur vəl Quran. 4 dənə kitabı ardıcıl. Amma İmam Sadiq əleyhissalam belə etmir. 3 kitabı ardıcıl, ortaya bir cümlə salıb təzədən Qurana qayıdacaq. Ki, Quran fərqli bir kitabdır. Doğrudan da fərqli bir kitabdır. Həm kitabları tamamlayır, həm kitabların kamilidir və həm kamil dini götürür və kamil dini götürməklə bərabər həm bu dindən Allah razıdır, həm də qeyri-möminləri məyus edəndir. Quran elə-belə kitab deyil. Biz vücud baxımından bilməyimiz yaxşıdır da bunu. Belə də yeri də elə burada, təfsir deyil, burada yeri. Həzrəti Rəsulullahın vücudu o qədər məyus etmədi kafirləri. Amma Əmirəl-Mömininin vücudu məyus elədi kafirləri. Vücud baxımından. Və Həzrəti Əmirəl-Mömininin yarı ki, Həzrəti Zəhra salamullahi aleyhadır, o da məyus elədi. Yəni, Rəsulullahın götürdüyü din Quranda ki, mən bu dini götürdüm, məyus oldu kafirlər yoxdur. Amma elə ki, Qədiruhum elan oldu, Allah ancaq orada deyib. Əl-yevm yəisəl-ləzinə kəfəru. İndi kafirlər məyus oldu. Amma indiyə qədər olmamışdılar. Niyə olmamışdılar? Deyirdilər ki, bir kişidir, qoca bir kişidir, bir kitab gəlib, hissə gəlib daha yaxşıdır, çox belə qəribə şeydir. Hissə gəlməyi daha yaxşıdır. Kitab olanda dəyişmək biraz çətindir axı. Hissə gəlməyi daha yaxşıdır. İndi hələ də Rəsulullahın dövrüdür, kitab şəklində yoxdur. Əslində insanların hafizəsində ya da yazılar üstündə, taxta parçalarının üstündə, nə bilim, dərlərin üstündə və s. o vaxt neyin üstündə yazardılar əsas. Yazılırdı, saxlayırdılar. Hissə qalmışdı da. Sonra elan oldu, bunlar cəm oldu bir yerə. Əlbəttə, isbat eləyirlər bəziləri. Deyirlər ki, Quran elə Peyğəmbərin vaxtında kitab şəklində idi. Mən o bəhs eləmirəm. O bəhs sonraki bəhslərdir. Bizə, belə deyək, bəhsimizə aidiyyatı yoxdur onun. Hər halda, onlar dedilər ki, daha indi bir qoca kişidir, hissə bir kitab gəlib. Biz də ortalığı nəsə salarıq, öz hədislərimizi. Öz hədislərimizi kafirlər, müşriklər fikirləşir də. Yanını aradan apararıq. Aradan apara bilməsək, ortasına nəsə salarıq. Və bunların da keçmişdən xəbəri var, Tevratdan xəbəri var. Zəbur ki, heç yoxdur.
Adı bir dənə Quranda var, heç bir yerdə yoxdur. İncildən də xəbərləri var ki, yaxındır. 600 il bundan qabaqdır. Və əllərində də İncil var və bilirlər ki, nə edib dəyişdiriblər. İçinə müdaxilələr eləyiblər, çıxartıblar, salıblar. Fikirləşirlər ki, bunu da belə eləyərik. Həzrəti İsa'nın Əli ibn Əbi Talibi yox idi. Düzdü 12 dənə həvarisi var idi. Həzrəti Musa'nın Əli ibn Əbi Talibi yox idi. Düzdü Harunu 12 nəfəri var idi. Həzrəti Davudun da belə. Yəni onların düzdü hamısının 12 dənəsi olub. Amma Əli ibn Əbi Talibi yox idi. Nə mənada Əli ibn Əbi Talibi? Bu mənada ki, əmr gəlsin ki, indi icazə verdik sizə, qatilul kafirin məsələn, öldürün kafirləri, qatilul müşrikin, öldürün müşrikləri. Bu əmr yox idi axı. Rəsulullah'a qədər yox idi bu əmr. Hətta Rəsulullahın dövründə. 13 ildir Məkkədədir. Əbazar Qəffari dəfələrlə deyirdi ağaya ki, ağa Rasulullah'a, izini ver öldürək bunları. Həmzə Seyyid-i Şühada. Həmzə Seyyid-i Şühada 10 ildir deyir Peyğəmbərə ki, icazə ver öldürün bunları. Deyir ki, Allah icazə vermir. İcazə ver öldürün bunları. Hamısı Həmzədən qorxur, Həmzə. Həmzənin adı gələndə 3 kilometr o tərəfdə hamısı saç tökürdülər ki, Həmzə gəlir. Həmzə də dayanıb Əmir Ağa Rasulullahın arxasında. Gəlib düz dayanıb qabağında bu mənada ki, heç kəs ona heç nə eləyə bilməsin. Arxa dayaqdır. Əbu Talib bu yandan. İndi Əbu Talib qoca kişidir. Amma Həmzə qılınc əlində, hamısı qorxur bundan. Həmzə dayanıb, ya Rasulallah, icazə ver, öldürün bunları. Yəni bunlar darmadağın olacaq. Birdən Allah izni versəydi, Məkkənin fəthi elə 1-ci, 3-cü ildə olardı. Yəni 3 il gizlin, 4-cü il ki, 1-ci ildə açıq-aşkar təbliğ, elə həmən il Məkkənin fəthi olardı. Allah icazə versəydi, yəni o qılıncı icazə versəydi, vermədi. 4, 5, 6, ta 13 il icazə vermədi. Məkkədə ümumiyyətlə icazə vermədi. Xudavənd Mütəala icazə vermədi. Din Allahındır, Allah özü bilir. Baxın, deyir, Kəbədə silah gəzdirmək olmaz. Adi halda belə olmaz, nə həc dövründə. Adi halda. İndi həc dövrü deyil ki. Olmaz. Ora silah götürmək olmaz, içəridə silah olmaz, ehramın altında silah olmaz, üstündə silah olmaz, əldə silah. Heç vaxt silah ora götürərlər. Amma Allahın dini icazə vermir. Ona görə də Xudavənd Mütəala Məkkədə buna icazə vermədi. Ağa Rasulullah köçdü Mədinəyə. Mədinəyə köçəndə Həmzə Seyyid-i Şühada yenə Ağa Rasulullah'a dedi ki, ya Rasulullah, nə olar, icazə ver, mən qoşunu yığım, təlim keçim filan eləyim. Hələ icazə vermir ki, Allah icazə vermir. Ta əmr gəldi. Əmr gəldi, Xudavənd Mütəala icazə verdi. Bunun mənası nədir? Mənası budur ki, Məkkənin hörməti var. Hətta Xudavənd Mütəala özü belə Məkkənin hörmətini nədir? Saxlayır. Məkkədə bu şeylər olmaz. Qan tökmək, zat filan olmaz. Məkkədə icazə vermir. Adi halda nə ehramda? Adi halda icazə vermir orada ov etməyə. Adi halda icazə vermir, məsələn, otu, ağacı kesməyə icazə vermir. Allah icazə vermir. Yəni, niyə icazə vermir? Məkkənin neyi var? Hörməti var. Ağac da bir canlıdır. Ağac da bir canlıdır, ağacı da öldürmək olmaz. Onu belə deyirlər də, flora fauna. Flora fauna da Xudavənd Mütəala qoruyur. Allahın işləridir bu. Nəsə, müşriklər və kafirlər fikirləşdilər ki, necə bundan qabaqki 3 kitaba müdaxilə ediblər, biz də edərik. Onda deyirlər, sakit qalın filan. Elə ki, Qədir-i Xum elan oldu ki, ərz elədim, onların Əli ibn Əbi Talibi yox idi. Buradakı Əli ibn Əbi Talib var idi. Və gördülər ki, iş tapşırılır Rəsulullah'a və Rəsulullah işi tapşırır Əmir əl-Mömininə və o da silsilə ilə 12 nəfərlə gedəcək. Əl-yevm yəisəl-ləzinə kəfəru. Bugün kafirlər məyus oldu. Məyus oldular? Bəli, Quran ayəsidir.
Bismillahirrahmanirrahim. İnna a'taynakel kevser fasalli li rabbike venher. Biz Kevser verdik, namaz qıl, qurban kes. İnne şani'eke huvel ebter. Sənə ki şənidir, tənə vurur sənə ki ya oğlu öldü da əbtər olduqlardır. Huvel əbtər, o özü əbtərdir. O da məyus oldu. Bu ayə Əli ibn Əbi Talibin, Əli yevm yəsəllezine kəfəru. Bu Əli ibn Əbi Talibin məyus oldular. Bu Fatimə Zəhra salamun əleyhanın surəsi İnnə şani'əkə huvel əbtər. Özləri əbtərdir, sən əbtər deyirsən, məyus oldular. Həm Əlidən, Əli ibn Əbi Talibdən məyus oldular, həm Həzrəti Zəhradan məyus oldular. Bu iki nəfəri bir-birindən ayırmaq lazım idi ki, Həsən Hüseyn gəlməsin. Bildiniz? Çünki Həsənlə Hüseyn gəldi, Hüseyndən ardıcıl gələcək, Əli gələcək, Muhammed gələcək, Cəfər gələcək, yəni Sadiq və s. Bunlar gələcəklər, silsilə gələcək. Gördülər, yox, Əli yevm yəsəllezine kəfəru. Kafirlər məyus oldular. Gördülər ki, biz də Qur'ana girə bilməyəcəyik. Niyə? Çünki Qur'anı qoruyanlar var. Vücudi baxımından qoruyanlar var. Qur'anı natiq baxımından nitqə götürənlər var, dindirənlər var. Qur'anı dindirməsən danışmaz. Qur'anı dindirməsən də mən niyə bu Qur'andan bu qədər danışıram? İndi gəlib çatdırsam o bəhsləri bir gün deyəcəm. Qur'anı dindirməsən danışmaz. Əmir əl-Möminin buyurur ki, o sakitdir, samitdir. Dindirməsən danışmaz. Amma biz danışan Qur'ana, bizi dindirmə sözdə danışırıq. Biz danışan Qur'anlarıq. Bu üçün dedi. Üçün deyəndən sonra İmam Sadiq əleyhissalam buyurur, və rəbbə zilli vəl-harur. Zill, yəni kölgə. Zill, yəni kölgə. Harur, yəni günəşin altı. Həmən o sərinlik və istilik. Belə gedər də. Yəni insan sərinlik axtarmaq üçün nə edir? Kölgəyə keçər. İstilik axtarmaq üçün də nə edir? Günəşin altına keçər. Və rəbbə zilli vəl-harur. İmam Sadiq əleyhissalam buyurur ki, kölgənin də, hərarətin də sahibi Rəbbi Allahdır. İndi burada zahiri mənada məcaz var. Yəni İmam Sadiq niyə kölgə ilə günəşin altı hərarətin adını bu cür çəksin? Bir alt mənası olmalıdır. İmam Sadiq əleyhissalamın elə özündən belə bir rivayət var, eşitmişik. Ki buyurur, necə Qur'anın bətni var, bizim də sözlərimizin bətni var. Yəni, necə Qur'an ayəsinin təvilə ehtiyacı var, bizim də sözlərimizin təvili var. Mümkündür biz deyərik ki, məsələn, filan dağ, filan yerdə, filan şeyə görədir, məsələn, onun başqa bir mənası ola bilər ki, söhbət dağdan getmir. Söhbət heybətli insandan gedir. Söhbət hikmətli insandan gedir. Söhbət məsum, aqil, salik insandan gedir. Söhbət bundan gedir. Amma əslində bu nədən söhbət edir? Dağdan. Məsələn deyir, kəbbuniyanun mərsus. Kəbbuniyanun mərsus. Qur'anda da ayə. Allah buyurur ki, bünyan yəni bünövrə, mərsus yəni betonlaşmış. Möhkəm betonla qurulmuş bünövrə. Bünyanun mərsus. Deyir, bəzi insanlar var dünyada beton kimi tökülən, belə deyək, bünövrəyə bənzəyirlər. Ki onları yerindən heç kəs tərpədə bilməz. Məsələn, ağa ki deyirdi, ağamız, ki deyirdi, biz səbirli və təmkinliyik. Səbirli hamısı ola bilər. Amma səbirlinin ayağı yerdədir. Yerin altında, təhtində deyil. Amma təmkinli özündən artıq yerin altındadır. Təmkin məkan sözündəndir, məkanət. Məkanət sözünün mənası budur ki, kökü yerdə olanın ki, özü yuxarıdadır. Özü iradə etməsə, kökü tərpənməz. Bildiniz?
Kökü tərpənməz. Amma səbirli belədir. Səbirlini səbirsiz etmək olar. Amma o ki səbirlidir, həm də təmkinlidir, onu heç kəs gövdəsini tərpədə bilməz, ta özü istəməsə. Ona görə o deyirdi ki, o Seyyid, deyirdi ki, biz səbirli və təmkinli. Yəni, bu rənglərin heç biri bizi yerimizdən tərpədə bilməz. Biz iradə etməsək tərpənmərik. Heç kəs bizi tərpədə bilməz. Əsli məsələ budur. Niyə? Çünki onların tokili var, tokil. Tokil təvəkküldən də üstündür. Tokil. Yəni insan gedər elə yerə bağlanar ki, yəni iradə eləyər. İradəsi yalnız Allahın iradəsi olar. Və Allah da o iradəyə razılıq verər. Allah da o iradəyə razılıq verər. Ki o mömin, o kamil insan nə edib? İradə eləyib. Məsələn, deyər ki, ilahi, mən istəmirəm burada bu şey baş versin. Allah buyurar ki, bəda elə. Allahın ki, bədası var. Allah bəda elə. Sən istəmirsən, olsun. Mümkündür. İndi biz görəcəyik, ya, o şiddətlər ki, biz oxumuşuq, eşitmişik alimlərdən, alimlərin yazdıqlarından oxumuşuq, o şiddətlər. İmam Zaman əleyhissalamın gəliş vaxtının 6 ay qalmışı, 1 il qalmışı, 9 ay qalmışı, sonra 14 gün qalmışı, 7 gün qalmışı və zuhurunun da bir həftədən sonra qiyamında hansı şeylər aləmdə baş verəcək, o şeylərin hamısının, o ağırlıqları, o şiddətləri hamısını oxumuşuq. Ola bilər ki, biz onun heç 90%-ni görməyək. Niyə? Allah Teala qurban eləyər bəzi kamil insanlara. Qurban eləyər onu. Bəda eləyər, qurban eləyər. Yəni, qurban olsun sizin, deyərlər də bizdə, telivə qurban olsun. Qurban olsun sənin bir telivə. Allah da bu kamil insanların bir telinə, o şiddətin hamısını nə eləyər? Qurban eləyər. Elə öz sözləri deyə, bu mənim sözlərimdir. Deməli, kölgə ilə günəş altı hərarətin Rəbbi həmən Allah. Ən üstün kölgə elə nədir? İmam Zamandır da. Məcaz və təbii. Təbii. Həmən o ağacın kölgəsi. Bu məcazdır və təbii. Bir də insan həmişə fitrəti, bir daldalanmaq yeri axtarır. Fitrəti. İstəyir daldalansın bir yerdə. O daldalanmaq həmən kölgəyə keçmək deməkdir. Yəni, kamil insanın sayəsinin altına. İmam Sadiq əleyhissalam buyurur ki, təbiət kölgəsinin Rəbbi Allahdır. Altında da nə var? Fitrət kölgəsi ki, o fitrət kölgəsi həmən imamdır. Zəmanə imamı həmən fitrətin kölgəsidir. Ki, onun altına keçsin. Yəni, Xudavənd-i Mütəal imamı qərar verib fitrətin üstünə kölgə salsın. Və fitrət, insani fitrət o kölgənin altında daldalansın, sərinləsin. Oradan bir, belə deyək, xoş bir nəfəhat, ətirlə qarışıq bir sərin külək. Bizdə onu deyərlər, meh gəlir. Yaxşı meh gəlir, deyir oradan. Rasulullah buyurur ki, sübh vaxtı sizə tərəf möminləridir. Ey möminlər, sübh vaxtı sizə tərəf meh gəlir. Agah olun, ayıq olun. O mehə üz tutun, arxa çevirməyin. O mehə arxanızı çevirməyin. Qəribədir. Bunu hələ çoxları deyir, özümüz də indi yatan vaxtımız var, duran vaxtımız var filandır. Sübh azanının vaxtında indi bəlkə də olmusunuz da azan verilib yeryüzün içindəsiz. İnsan istəyir ki, üzü qoylu uzansın. Elə insan istəyir ki, üzü qoylu uzansın. O həvəs gəlir insana ki,
üzün çevirsin, üzü qoyulu, arxası Allaha. Deyir ki, agah olun, o ətirli mehi qəbul edin, ona arxa çevirməyin. Mehə arxa çevirməyin. Quranda bir ayə var. Allah Teala buyurur ki, qeyd etməmişəm bura, deyərdim onu. Çox gözəl ayədir, o ayəyə baxarsınız. Amma məzmunun ərz eləyirəm. Buyurur ki, məsələn deyirəm, filan şeyləri etməyin, et söz ətrinizi aparar. Ətrinizi aparar. Rih. Rih yəni ətir, iyi. Rih, reyhana, nəyə görə reyhan deyirlər? İyi olduğuna görə reyhan deyirlər ona. Çox şeylərin iyi var ha. Amma da reyhanın həm adı iyidir, həm də özü iyilidir. Hə? Ona görə reyhan deyirlər. Rih sözü ərəb sözündədir. İyi deməkdir. Yəni ətir deməkdir. Buyurur, bu şeyləri etməyin, et söz ətrinizi aparar. Hansı ətirdən söhbət gedir? Deyirlər ki, İmam Sadiq əleyhissalamdan söhbət gedir. İmam Sadiq əleyhissalam soruşurlar ki, ağacan, ey Peyğəmbərin balası, Yəbnə Rasulullah, mələklər insana haçan yaxınlaşır, haçan uzaqlaşır, o söhbət bəhsidir. Deyir ki, elə ki, insanın niyyəti xarabdır, onun içindən nəcasət iyi çıxar. Mələklər o iyi duyarlar, çox uzaq keçərlər. Necə ki, sən nəcasət iyindən çox uzaq keçərsən. Deyir, onda ki, insanın niyyəti təmiz olar, xalis olar, ondan gözəl bir bağ iyi çıxar, bir ətir verər. Mələklər onun yaxınlığından keçərlər. Necə ki, siz gözəl bağın yanından keçmək istəyirsiniz, keçirsiniz. Doğrudan da bu cürdür. Yəni, bizdə də o cürdür, elə mələklərdə belədir. Əslində bizim bu ətimiz, sümüyümüz ətri bilmir, bizim ruhumuz onu bilir. O ruhumuzun, belə deyək, ruhumuzdan çıxan pis və yaxşı iylərdir ki, insanın niyyətinə bağlıdır. Deməli, hərur. Hərur nədir? Hərur, deməli, günəşin birbaşa vurmağı. O kölgədirsə, bu da günəş altıdır. Bir dəfə İmam Zaman ağa bir nəfərlə birbaşa görüşür. Bir dəfə başqasının vasitəsi ilə görüşür. İmam Zaman ağa. Bu günləri biz elə bir mənfi bir hərarətin altındayıq. Mənfi bir hərarətin altında. Ey kaş bir günləri Xudavənd Mütəal qismət eləyə, İmam Zaman ağa ki, günəşdir, birbaşa vura. İndi hələ kölgə altından vurur. Bir dəfə qismət olar inşallah, o pərdələr də çəkilər. İmam Zaman əleyhissalam elə bir ki, hidayət çırağıdır İmam Zaman ağa. Zülmət, insanların zülmət pərdəsinin arxasından baxır. Bu cümləyi demişdik sizə çoxdandan, bizim söz deyil. Əllamə Həsənzadə Amuli kitablarının birində Kamil İnsan, Nəhcü Bəlağda Kamil İnsan kitabı var. Əllamə Həsənzadə Amulağanın, mərhumun. Buyurur orada ki, deyir, İmam Zaman qeybətdə deyil, pərdə dalında o deyil, pərdə dalında bizik. Pərdə dalında bizik və o pərdə bizim etdiyimiz günahlardır. Ki onu pərdə arxasına salıb. Əsl insan kimi yaşayan odur, biz yox. Biz zülmət, qaranlıq pərdələr arxasındayıq. Hansı ki bizi ilə ağanın arasında həmən fasilə, həmən günahlardır. O ki günəş ağacın yarpaqlarına düşür. Sağlam ol. Ağacın yarpaqlarına düşür və biz də ağacın yarpaqları günəşin hərarətindən, birbaşa vurmağından bizi qoruyur. İmam Zaman əleyhissalam da möminləri fitnələrdən belə qoruyur.
Bu gün belə qoruyur. Bir dəfə çəkiləcək, birbaşa qoruyacaq. İndi hələ ki belə qoruyur. Deyir ki, deməli günəş misal üçün avqust ayında 45 dərəcə istidə nə edirik? Qaçırıq biz kölgəyə. O zərərli şüadır. Zərərli şüadır, qaçırıq. Bu günləri o zərərli şüalar ki, fitnə və fəsaddır, möminlərə hücum eləyib. İmam Zaman ağa möminlərin başının üstünə bir sayə çəkib və insanlar, möminlər, insanlar yox. Möminlər keçiblər o kölgənin altına, fitnə və fəsad onlara dəymir. Bir gün inşallah o sayə götürüləcək və birbaşa İmam Zaman ağa köməkliyin eləyəcək. Bu məsələlər ki var, yaxında, uzaqda filan, bu məsələlərin hamısı o gözümüzlə görürük ki, bunu bir qoruyan var, bir əlində saxlayan var, ondan bir müğayət olan var filan. Görürsən ki, qeybi bir şeydir və qeybi bir dəstək var, bunu görürsən. Və bir gün onlar çəkiləcək, Allahın izni ilə birbaşa biz də o günəşi görəcəyik, ondan istifadə edəcəyik Allahın izni ilə. Və burada bir məntiqi məna yatızdırıb İmam Sadiq əleyhissalam. Deyir ki, sən necə bu hərarəti, yəni günəşi və kölgəni necə İmam Zamana çevirirsən? Ağıllı insan, məsəl üçün, indi qış ayıdır da, qış ayında günəş az görsənər. Bəlkə də günlər olar ki, görsənməz özü. Amma hava işıqlı olduğuna görə biz bilirik ki, günəş çıxıb da artıq. Düzdür? Deyir, hansı ağıllı insan, məsələn, zamana görə, günəş səhərdən axşama can olmuyor, amma hava işıqlı ola, hansı ağıllı insan üçün günəşin özü yoxdur? Deyər ki, günəş yoxdur. Hansı ağıllı insan o deyər? Bu qədər ki, nemətlər İmam Zaman ağanın vücuduna xatir enib insanlara, birdən insan ağıllı olsaydı deyərdi ki, kimə görəsin? Kimə görədir belə? Yəni onu o bilməlidir. Biz onu bilmirik. Biz bilirik ya, əlbəttə biz şiiyəyik və şiə olduğumuz üçün 12 imamı qəbul eləmişik, 12 imamı qəbul etdiyimiz üçün İmam Zaman ağa ilə bizim belə rabitəmiz, amma o deyil də, yəni həqiqi mənada o deyil. Yəni biz imanımızı kamilləşdirməliyik və imanla əlaqə saxlamalıyıq İmam Zaman ağa ilə. Necə olar? İnsan məsələn 52 il yaşaya dünyada, zəmanəsinin imamı ola, amma onunla əlaqəsi olmuyor. Bu səxavət üçün bədbəxtçilikdir. Bu həqiqətən bədbəxtçilikdir. 52 ildir və nə edirsən? 52 ildir nə edirsən? Birində 60 ildir, biri 80 ildir, biri 90 ildir, biri 40 ildir. Yəni nə edirsən? Bu illərdə nə edirsən İmam Zaman ağa ilə? Niyə o həvəsdə olmamısan? O hissi niyə içində keçirtməmsən? Yəni niyə yadından çıxartmısan İmam Zamanı? İnsan bir dənə dala bax onun arxaya. İndi demirəm, gedərsən evə bir arxaya baxarsan. Dünən mən neçə dəfə İmam Zamanı xatırlamışam. Bir dənə özünə deyir. Ola bilər heç dünən ümumiyyətlə İmam Zamanı xatırlamamısan. Necə insan zamanı imamından kənara belə düşür də? Yəni mömin hər gün xatırlamalıdır. Kamil insanı hər an xatırlamalıdır. Kafirin onunla nə işi? Amma bu günləri kafir və müşriklər nə edirlər? Onu hər gün xatırlayırlar öldürmək üçün. Onu öldürmək üçün hər gün xatırlayırlar. Və onun şəraitini pozmaq üçün hər gün ondan danışırlar. Kafirlər və müşriklər Məhdi deyib bir-birinə pıçıldayırlar. Amma biz mömin ola, bizim ağamız ola, günlər var ki biz onu xatırlamırıq. Saatlar var ki biz onu xatırlamırıq. Bu nədir? Bu bədbəxtçilik deyil. Əlbəttə ki bədbəxtçilikdir. Və munziləl Qur'anil azim, bu hissə. Orada 3 kitabın adını çəkdi İmam Sadiq əleyhissalam və Rəbbəz zilli vəl hərur ortaya
Və indi keçdi Qur'ana. Və munziləl Qur'anil azim. Velhamdülillahi Rabbil alemin. Peyğəmbər və əhl-i beytinə salavat. Allahumma salli ala Muhammad.